UEFA Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirildi. Azərbaycan çempionu Qarabağda növbəti oyununa çıxıb. Qurban Qurbanovun yetirmələri doğma divarlar arasında Yunanistanın PAOK klubu ilə qarşılaşıb. Keçirdiyi 2 oyundan sonra aktivinə sadəcə bir xal yaza bilən Ağdamlılar ilk qələbəsini qazanıb. Oyunun ilk hissəsi çempionumuzun üstünlüyü ilə keçib. Ancaq ələ düşən bir neçə fürsətdən istifadə edə bilməyən Ağdamlılar bu üstünlüyü tabloda əks etdirə bilməyiblər. İlk hissənin qalan dəqiqələrini də öndə keçirən təmsilçimiz daha bir neçə dəfə təhlükə yaratsa da 45 dəqiqənin tamamına kimi nəticə əldə edə bilməyib. İkinci hissədə təmsilçimizin hücumları ilə başlanıb. 56-cı dəqiqədə hesab açılıb. Maksim Medvedevin zərgər dəqiqliyi ilə ötürdüyü topu oyundan kənar vəziyyətdən santimetrlərlə yayılan Dani sağ ayağı ilə qapının uzaq küncünə göndərib. Hesab açıldıqdan sonra da Qarabağın hücumları davam edib. Qarşılaşmanın sonuna dəqiqələr qalmış, Rahid Əmirquliyev fərqi 2-yə yüksəldi. Bununla da komandamız qrupda ilk qələbəsini qazanıb. Arzə Sənoğlu, BTV. Üçüncü